17 mart 2026-cı ildir və həftənin çərşənbə axşam gündür dəyərli izləyicilər. Rusiyada Azərbaycanlıların malına hücum eləyiblər. Polis ticarətçini saxlayıb, insanlara da deyib ki, onların malını talan eləyin. Çox əcaib bir mənzərə sosial şəbəkələrdə yayılan və geniş rezonans doğuran videoda Rusiyada qeyri-ruslara qarşı artan zorakılığın növbəti nümunəsi qeydə alınıb. Musavat.com xəbər verir ki, kadrlarda özlərini xalq dəstələri kimi təqdim edən rus millətçilərinin küçədə ticarətlə məşğul olan, Azərbaycanlı olduğu bildirilən bir şəxsin fəaliyyətinə müdaxilə etdiyi görünür. Həmin şəxsin malları ətrafında toplaşan bu qruplar əvvəlcə ona təzyiq göstərirlər, daha sonra isə fiziki güc tətbiq edərək ticarətinə faktiki olaraq mane olurlar. Hadisənin ən sarsıcı tərəfi isə bundan sonra baş verir. Belə ki, videoda millətçilərin ətrafdakı insanlara açıq şəkildə götürə bilərsiniz deyərək həmin şəxsin mallarını talamağa çağırdığı da görünür. Yəni, ticarətçini saxlayırlar bu tərəfdə, adamlara dedilər, gəlin onun malını talan edin. Təəssüf doğuran məqam odur ki, bəzi yerli sakinlər bu çağırışa reaksiya verərək sanki buna haqları çatırmış kimi davranırlar. Çox rahat şəkildə torbalarını, selofan qulluqlarını götürürlər, oradan malları götürürlər, meyvələri götürürlər. Polis icazə verir, bizə daxili yoxdur. Və məsələnin daha ciddi və narahat edici tərəfi isə hüquq mühafizə orqanlarının davranışı ilə bağlıdır və məlumata görə hadisə zamanı jurnalistlər tərəfindən polisə müraciət olunsa da ki, bu nə biabırçılıqdır deyə suallar verilib. Jurnalistlər tərəfindən hüquq mühafizə əməkdaşları isə heç bir müdaxilə etməyiblər, baş verənləri isə tamaşaçı kimi izləyiblər. Hətta bəzi hallarda onların kameraların obyektivindən yayınmağa çalışdığı da bildirilir. Paylaşılan görüntülərdə zorakılıqla yanaşı ictimai şuurun təhlükəli istiqamətdə dəyişməsi də açıq şəkildə müşahidə olunur. Məsələ təkcə bir şəxsin hüquqlarının pozulması ilə də məhdudlaşmır. Bu artıq qeyri-ruslara qarşı sistemli təzyiq və ayrı-seçkilik tendensiyasının kütləviləşməsi kimi qiymətləndirilir. Dəyərli izləyicilər, videonun yayılması beynəlxalq səviyyədə də narahatlıq yaradıb və ekspertlər bildirirlər ki, bu cür hallar təkcə radikal qrupların fəaliyyəti ilə izah edilə bilməz, cəmiyyətin müəyyən hissəsinin də bu zorakılığa qoşulması vəziyyətin daha təhlükəli bir mərhələyə keçdiyini göstərir. Hadisə ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb. Rusiyada yenə soydaşlarımıza, ticarətlə məşğul olan soydaşlarımıza qarşı bu cür psixoloji və ticari baskılar həyata keçirilir, dəyərli izləyicilər.